Dədə balası, mən sizə demişəm axı. Sizə kim, harda, nəyi təqdim eləsə, gəlin qardaşınıza deyin. O əmlakı siz üçün ən aşağısı 10.000 ucuzuna alın. Bir dənə qəşəng jackpotla gəlmişəm. Amma əmlakı təqdim etməmişdən öncə məhəllə sakinlərinə bir dənə təşəkkür eləmək istəyirəm. Vallahi bilmirəm, şəxsi tanışlığım yoxdur bu məhəllədə yaşayanlarla. Bir Lənkəranlı olaraq, Lənkəranda böyümüş bir şəxs olaraq onlara öz səmimi təşəkkürlərimi bildirmək istəyirəm ki, məhəllədə yaratdıqları bu gözəl landşafa, bu gözəl şəraitə görə çox gözəl şərait yaradıblar burada. Bu təqdim elədiyimiz əmlakı haçansa alsanız gələrsiniz, mən bu məhəlləni sizə tanış verərəm. Görürsünüz də düz Meşə zolağının yaxınlığında yerləşir əmlak. Lənkəranda Sütəmurdovda çay fabrikinə çatmamış mağazalar var 2 dənə burada. Onlar da bizim qardaşlarımızın reklam getsin. Avtoservis var. Avtoservisin yanından dönürsən, bu məşhur bir ev var burada. Bax 3 mərtəbə, 4 mərtəbədir bilmirəm. Böyük ev, hər kəs bunu tanıyır. Bunu bir çox əmlakçılar sizə təqdim eləyiblər, sata bilməyiblər. Bir dənə bunu göstər də qardaşım. Bir dənə bu meşəni göstər, bir dənə bu məhəlləni göstər. Niyə gizlədirsiniz də həyətin yerini? Qoy cəmaət bilsin ki, həyəti harda alır, niyə alır, neçə alır. Bütün əmlakçılar bu əmlakı sizə təqdim eləyiblər 55.000, 56.000 manata. Biz bu əmlakın qiymətini bacardığımız qədər endirmişik. Bundan aşağı yeri yoxdur. Qiymət 45.000 manata deyilir. İndidən deyirəm qiyməti sizə. 3 sot torpaq, 4 tərəfdən hasar, ayaq yolu, görürsünüz, ambar qazılıb, evin proyekti var. Evin birinci mərtəbəsi tam olaraq tikilib hazırdır, 19 daşın üstündədir. Hündürlüyünü görürsünüz. Monolit tökülüb. O hissəyə də monolit tökülüb. İndi təbii ki, bu əmlakın sahibinin özünə görə planları olub. Biz bu planları sizin dəyişə də bilərik. Heç bu evin ikinci mərtəbəsini qaldırmaya da bilərsiniz. Belə birinci mərtəbəni siz üçün bir dənə qəşəng proyekt verərik. Euro proyekt. Qabağında hovuzu falanı bilirsiniz. Bu ərazidə torpağın sotu minimum 10.000 manatdır. Meşə zolağının digər tərəfi artıq dənizdir. Meşənin içində piknik etmək üçün çox gözəl şərait var. Və qeyd elədim. Məhəllə sakinləri bir dənə gözəl şərait yaradıblar burada. Bir daha təşəkkür edirəm, təkrarsızlıq olsa da, çünki belə sakinlərə təşəkkür düşür bizim borcumuzdur. Buranı görürsünüz də, bura hazırdır. Bura hazırdır. Bir dənə otaq özü üçün ev sahibi düzəldib, hərdən gəlir, istirahət eləyir. Açarı indi bizdə döyür, gətirib çatdıracaqlar açarı. Hələlik sən gəlib bu yayı burada istirahət eləyə bilərsən. Ha, bir dənə həyətin qapısını qoy, qazı var, işığı var, suyu var. Sənədləri qaydasındadır, çıxarışı var. Qardaşlar, nə deyim sizə, 4 tərəfdən hasar da belə, gəlin hesablayın. Burada torpaqların qiyməti 10.000-dən aşağı yoxdur. Ümumi 45.000 manat, bir qəpik də aşağı çıxılmayacaq. Bax, bir qəpik belə aşağı yeri yoxdur. Qiymət üçün bizə zəng eləməyin. Zəng eləyin ki, qardaş, alıram bunu. O zəngdə hansı nömrəyə? Dədə balasının bir dənə nömrəsi var. Dəyişilməyən, söndürülməyən. 050 321 45 02. Əlaqə saxla, bu əmlak sənin olsun. Dədə balası.